Niyə İsraillə ABŞ geri çəkilmək istəmir? Çünki əslində heç bir şeyə nail olmadılar. O bütün bombardımanlar, generalların ölümü falan, bunlar İran üçün birisi nədir? Şəhadət. Hə, öldü getdi də. Həması o boyda bombaladılar, Qəzzanı yer üzündən sildilər, Həmasın rəhbərlərini öldürdülər. Həmas yoxa çıxdı mı? Netanyahu'nun təbliğatı ki, güya İranda rejim dəyişəcəkdir. O şahın o oğlunu gətirib hakimiyyətə oturduracaqdır. Bu absurddur. Suriya kimi bir ölkədə rejim dəyişməsinə 14 il vaxt tələb olundu. İran bu qədər mi acizdir ki, onun qısa zamanda hakimiyyəti dəyişəcək? Kimin tərəfindən dəyişəcək? Ölkədə o alternativlər varmı? Bax, bütün bunları mən niyə ətraflı deyirəm? Ona görə ki, bu məsələlərdən çıxış edərək demək olar ki, hərbi əməliyyatlar davam edəcək. Yəni, gəlin onun adından adlandıraq, müharibə davam edəcək və o müharibənin miqyası getdikcə böyüyəcəkdir.